Lerik rayonu özü tarixli baxımdan 4 zonaya bölünüb. O zonalar Piran zonasıdır, bizim baxdığımız zona. Zuvan zonasıdır. Oran zonasıdır. Sonra Dırıq zonası. Onunla Leriklə yardımın arasındakı yer bir zonada ona Fornayım deyirlər. Lerikin qədim adı bilirsiniz, Zuvan rayonudur. 37-ci ildə Lerik rayonunun adını dəyişiblər, Lerik qoyublar. Lerikin bir uzu ta gedir, Savalan dağı daha yaxşı görünür, Zuvanın Kəlaxan kəndinə, Göydərə kəndindəndir. Oradan ona Ərdəbil elləri görünür. Lerik həm tarixli baxımdan, həm coğrafi iqlim baxımdan çox gözəl bir yerdir. Lerik o rayondur ki, orada hər kilometrdən bir iqlim dəyişir. İndi görərsiniz, bizim dayandığımız yer bir iqlimdir. İndi 2 kilometrdən yuxarı iqlim dəyişəcək. Hər bir insanın qəlbində böyük vətənin kiçik parçası olan doğma ata ocağı, kəndi haqqında oxunmamış bir nəğmə yaşayır. Bu nəğmə hər yerdə oxuna bilər. Uca dağlar qoynunda da, ayna bulaq başında da, dünyanın ən möhtəşəm saraylarında da.